Bugünkü qonağımız Nicat Quliyevdir. IELTS-daki üstünlük ondan ibarətdir ki, siz sualları öncədən görürsüz, sonra dinləyən zamanda suallar sizin qarşınızdadır. Sadəcə orada qalır ikinci məsələ, vocabulary. Overall it's very clear that. Yəni bu ifadələri əzbər ifadələri istifadə etmək lazım deyil. Sizcə tələbələr bunlardan hansını seçməlidirlər? Yəni hansı onların məqsədlərinə daha çox kömək edə bilər? Duolingo imtahanı ilə bağlı biraz daha diqqətli olmaq lazımdır. Amma məsələ orasındadır ki, hər universitet onu qəbul eləmir. Çünki mən sizi dinlədikcə anlayıram ki, özümü izləyicilərin yerinə qoyuram və çox yaxşı şəkildə suallarıma cavab tapılır əslində. Duolingo və IELTS spelling səhvlərini bağışlamır. Bu sualı mən 15 ildir IELTS müəllimiyəm və bu sualları mən 15 il ərzində həmişə eşidirəm və əzbərlənmiş cümlələr öyrədirlər. Bunlarla IELTS-a başlamaq mümkün deyil. Çoban yastığı çayımı deyim, yəni bu tipli çaylardan istifadə etməyi, mümkün qədər kofeyindən uzaq durmağı tövsiyə edərdim. Mən də həkim podkastı kimi indi çıxacaq.